Salam Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalının əsas mövzuları. Və bunlar yalnız Rusiya üçün yox, bu həm də Rusiyadan tranzit keçməklə Orta və Mərkəzi Asiya dövlətlərinə aparılacaq məhsullardır. Trasekanın Azərbaycan üzrə milli katibi Akif Mustafayevin Amerikanın səsinin müsahibəsi. Türkiyə-Rusiya qarşıdurmasının bölgəyə geosiyasi təsirləri. Koalisiyanın IŞİD-ə qarşı mübarizə səyləri təşkilatı zəiflədirmi? Birləşmiş Ştatlar İraq və Suriyaya xüsusi təyinatlı qüvvələr göndərir. Şengen zonasının gələcəyi. Türkiyə və Rusiya arasında noyabrın 24-də Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra münasibətlərdə gərginlik davam edir. Moskva və Ankara arasında soyuq müharibə dövrünün tonuna bənzər söz müharibəsi fonunda hər iki ölkə ilə yaxın münasibətləri olan Azərbaycan vəziyyətin düzəlməsi üçün öz yardımını təklif edib. Bu məsələləri müzakirə etmək üçün Vaşinqtonda Xarici Siyasət İnstitutunun təhlilçisi Michael Çeçerini proqrama dəvət etmişik. Bu günlər Türkiyə rəsmiləri, o cümlədən Türkiyənin baş naziri Əhməd Davutoğlu, Azərbaycan liderləri ilə yüksək səviyyədə danışıqlar aparmaq üçün Azərbaycana səfər edib. Bu, Rusiya və Türkiyə arasında son gərginliklərlə nə dərəcədə əlaqədardır və siz hansı məsələlərin müzakirə edildiyini düşünürsünüz? It's not uncommon for Turkish officials to visit Azerbaijan in general. Türkiyə rəsmilərinin Azərbaycana səfərləri qeyri-adi hal deyil. Amma hazırki səfərlərin Rusiya-Türkiyə münasibətlərində gərginliklə nə dərəcədə bağlı olduğunu demək çətindir. Vaxt baxımından əlbəttə ki, Türkiyə və Azərbaycan rəsmiləri arasında danışıqların diqqət mərkəzində təbii ki, Türkiyə və Rusiya arasında münasibətlərdə gərginlik məsələsinin olduğunu demək olar. Hətta bu görüşlər əvvəlcədən planlaşdırılmış olsaydı belə, bu məsələnin gündəmdə əsas məsələlərdən biri olacağını gözləmək olardı. Azərbaycanın getdikcə daha çox ənənəvi müttəfiqi olan Türkiyə və regionda güclü nüfuza və Dağlıq Qarabağ münaqişəsinə təsir baxımından gücə malik Rusiya arasında qaldığı müşahidə edilir. Mənim fikrimcə, Türkiyə bir tərəfdən Azərbaycanla münasibətlərin onlar üçün əhəmiyyətini vurğulayır, başqa tərəfdən də Azərbaycanın bu müttəfiqlik münasibətlərində qaldığına da əmin olmaq istəyir. Türkiyə belə görünür, Azərbaycan tərəfinin regionda gələcəyi ilə bağlı qərarlar verməsini görmək istəyir. Azərbaycan Türkiyənin regionda ən yaxın müttəfiqidir. Başqa tərəfdən Azərbaycanın Rusiya ilə də yaxın münasibətləri var. İki qonşu ölkə arasında gərginliklər Bakı üçün nə dərəcədə ciddi problemdir? I think it's a huge security and geopolitical dilemma for Azerbaijan. Fikrimcə, bu Azərbaycan üçün təhlükəsizlik və geosiyasi baxımdan çox ciddi bir dilemmadır. Amma bu problemin davamlılığından daha çox onun prinsipial cəhəti önəmlidir. Yəni bir tərəfdə Rusiya, o biri tərəfdə isə Türkiyə. Hazırda Rusiya və Türkiyə arasında gərginlik Azərbaycanla bağlı deyil. Azərbaycan bu gərginliyin hansı istiqamətdə gedəcəyi ilə bağlı fəaliyyət göstərməməlidir. Azərbaycan Türkiyə ilə müdafiə sahəsində müqavilə bağlayıb. Bu müəyyən mənada Türkiyənin Azərbaycanla bağlı ən güclü kartıdır. O biri tərəfdən isə Rusiyanın Ermənistan üzərində nüfuzu və Dağlıq Qarabağ probleminə təsirinə görə Rusiya Azərbaycan üçün çətinliklər yarada bilər, ya da problemləri asanlaşdıra bilər. Son bir neçə il Moskva tərəfindən Azərbaycanın mövqeyinin təmin edilməsi istiqamətində hərəkət müşahidə edilirdi. Bunun məkirli bir hiylə ya da yekun danışıqlar istiqamətində həqiqi addım olub-olmaması ilə bağlı suallar yarana bilər. Bakıda və elə regionun özündə də insanlarda tərəddüdün əsas səbəbi bununla izah edilir. Bəzi müşahidəçilərin fikrincə, Rusiya Cənubi Qafqazda Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə edir və xüsusilə də Azərbaycana qarşı. Rusiya və Türkiyə arasında gərginliyin nəticəsi olaraq münaqişənin yenidən başlaya bilməsi mümkündürmü? There's always danger of resumption of conflict. Münaqişənin hər zaman yenidən qızışa bilməsi təhlükəsi mövcuddur. Keçən yay ayları və əvvəlki illərdə toqquşmaların baş verdiyini gördük və döyüşlərin yenidən başlaması üçün kiçik bir qığılcım kifayətdir. Türkiyə və Rusiya arasında gərginliyin buna səbəb olacağını düşünmürəm. Rusiya Dağlıq Qarabağda vəziyyətə təsir göstərə bilər və mənə elə gəlir ki, bu Azərbaycan üçün dilemmada əsas məsələdir. Çünki bir tərəfdən Türkiyə müdafiə sahəsində müqaviləyə görə bir çox cəhətdən təhlükəsizlik qarantıdır. Türkiyə güclü silahlı qüvvələrə malik bir ölkədir. Eyni zamanda Rusiya da regionda hegemonluq baxımından güclü ölkədir
və Dağlıq Qarabağ məsələsində öz maraqları var. Ermənistanla müttəfiqlik münasibətlərinə malikdir və Rusiya Azərbaycan üçün çətinlik yarada ya da problemləri asanlaşdıra bilər. Son bir neçə ildə Rusiyanın məsələləri asanlaşdırmaq istədiyinə bəzi işarələr görmüşük və Rusiya ilə Azərbaycanın münasibətləri daha da yaxşılaşıb. Məsələ bunun yekun sülhə, münaqişənin yekun həllinə gətirib çıxarması ya da onları Avrasiya alyansına qoşmaq və hər iki ölkə üçün böyük əhəmiyyəti olan Türkiyə ilə alyansdan uzaqlaşdırmaq səylərinin bir hissəsi olub olmamasındadır. Azərbaycan has offered mediation between Russia. Azərbaycan Rusiya və Türkiyə arasında vasitəçilik etməyi təklif edib. Bakı hazırki şəraitdə sülh yaratmaq üçün nə təklif edə bilər? I think the obvious thing is that Baku is friendly with both countries. Bakı hər iki ölkə ilə dost münasibətlərə malikdir. Hər iki ölkə ilə münasibətlərin dostluq səviyyəsində saxlanması Bakı üçün əhəmiyyətlidir. Və bir tərəfdən Ankara, bir tərəfdən də Moskva ilə birbaşa əlaqəsi var. Buna görə də Bakı bu prosesdə bütünlüklə maraqlıdır. Amma Bakının nə təklif edəcəyi aydın deyil. Rusiya və Türkiyə arasında gərginliklər bəzilərinin fikrincə Azərbaycanın maraqları əhatəsinə daxil deyil. Azərbaycan bu son gərginliyin mənbəyi olan, onun əsasında duran problemdən kənardır. Daha geniş geosiyasi mənada deyərdim ki, Türkiyənin son illər iqtisadi və hərbi cəhətdən inkişafı, başqa tərəfdən də Rusiyanın güclənməsi ilə bu iki güclü dövlət arasında toqquşmaya gətirib çıxarmasını müəyyən mənada şərtləndirirdi. Azərbaycanın bu iki ölkəni bir araya necə gətirəcəyinə gəldikdə, rəsmi Bakının öz maraqlarından kənarda nəsə əldə edəcəyinə əmin deyiləm. İndiki məqamda Azərbaycan hökumətinin bizim belə maraqlarımız var və biz bu iki ölkəni bir araya gətirmək üçün əlimizdən gələni etmək istəyirik deməsi əsas məsələdir. Amma bu kifayətdir ya yox, buna əmin deyiləm. Azərbaycan is an important corridor. Azərbaycan Rusiya və Türkiyə arasında mühüm ticarət dəhlizi hesab edilir və hər iki ölkə ilə yaxşı münasibətlərdən bəhrələnir. Rusiya və Türkiyə arasında gərginliklərin Azərbaycan üçün hansı iqtisadi nəticələri ola bilər? Economically, I think the greatest impediment to Azerbaijan's economic future in these tensions. İqtisadi baxımdan Azərbaycan üçün bu toqquşmada ən böyük problem gələcək inkişaf layihələrində imkanlardır. Təbii ki, burada enerji faktoru, ticarət, istehsal kimi faktorlar var. Xəzər və Qafqaz dəhlizinin gələcək imkanlarına gəldikdə isə, faizdə sanksiyalar aradan qaldırıldıqdan sonra İranla ticarət bərpa edilsə, Çinlə yeni İpək yolu layihəsi gerçəkləşsə, bir çox təhlilçi və hökumət rəsmilərinin ümid etdiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsala başlayıb inkişaf etdirilsə, bütün bunlar Azərbaycan və bütün region üçün oyunu dəyişdirə biləcək imkanlardır. Əgər Türkiyə ya da Rusiya Azərbaycanın bu layihələrinin bir hissəsi olmasını istəməsə, bu ticarət imkanlarının azalması demək olacaq. Fikrimcə gələcəkdə iqtisadi və ticari baxımdan ən böyük təsirlər bunlardan ibarətdir. Thank you very much for the interview. Sure, thank you. Thank you. Trasiyaka Hökumətlər Arası Komissiyasının Azərbaycan üzrə Milli Katibi Akif Mustafayev Amerikanın Səsli müsahibəsində Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin regionda yük daşınmalarına təsirlərindən danışıb. Onunla müsahibəni Bakı müxbirimiz Tapdıq Fərhadoğlu aparıb. Rusiyanın Türkiyə tətbiq elədiyi sanksiyaların sözsüz ki, regiona təsiri olacaq, ancaq ən böyük zərərli təsiri birinci növbədə Türkiyə iqtisadiyyatına ola bilər və Rusiya iqtisadiyyatına. Çünki bu iki dövlət arasında çox geniş və böyük həcmdə iqtisadi ticari əlaqələr mövcud idi. Bu iqtisadi əlaqələrin bir böyük qismi də daşımalarla əlaqədardır, o cümlədən tranzit daşımalarla və deməliyəm ki, son bir neçə gündə Rusiya sərhəddində 1500-ə yaxın türk daşıyıcı maşınları, tir maşınları toplanmışdır və bunların əksəriyyəti də yeyinti məhsullarıdır, tərəvəz, meyvələr və müxtəlif yeyinti məhsulları. Və bunlar yalnız Rusiya üçün yox, bu həm də Rusiyadan tranzit keçməklə Orta və Mərkəzi Asiya dövlətlərinə aparılacaq məhsullardır. Bu, dediyim 1000-1500 daşıyıcı, tir daşıyıcısı arasında Türkiyə daşıyıcılarından başqa dövlətlərində daşıyıcıları var. O cümlədən Moldaviya, Rumıniya, Bolqariya və Qazaxıstan maşınları dayanmışlar. Düzdür, maşınlar Türkiyənin deyil, Qazaxıstanın, Moldaviyanın, Bolqariyanın maşınlarıdırsa da ancaq içərisindəki yüklər Türkiyədən gedən yüklərdir. Və belə olan halda sözsüz bu çox böyük zərər
həm Türkiyə tərəfinə, həm Rusiya tərəfinə gətirməkdədir və bu çıxış yolunu axtarmaqda hal-hazırda regionun, yəni Avrasiya regionunun iki dövləti çox mühüm əhəmiyyət verirlər. Yəni bunlardan Qazaxıstan və Azərbaycan dövlət başçıları çalışırlar ki, Rusiya ilə Türkiyə arasında bu münasibətləri yumşaltsınlar və yaxın gələcəkdə bu münasibətlər düzgün məcraya yönəldilsin. Ancaq hal-hazırda vəziyyətdən çıxmaq üçün sözsüz Azərbaycan birinci növbədə yüzlərlə toplanmış, o cümlədən Gürcüstan ərazisində toplanmış yük daşıyıcılarını, yəni Türkiyə yük daşıyıcılarını öz ərazisindən buraxmaq məsələsinə toxunub və bununla əlaqədar Azərbaycan rəhbərliyi müvafiq güzəştlər də tətbiq eləməyə başlayıblar. Hardasa 20%-ə qədər, yəni o tariflərə dəyişiklik vermişlər belə ki, Bakı Dəniz Beynəlxalq Limanında həmən o rüsumlar ki, tətbiq olunur, onlar 20%-ə qədər güzəştlər ediləcək. Və beləliklə Azərbaycandan təqribən hər gün bir neçə yüz maşın Azərbaycanın tranzitlə Asiya dövlətlərinə, əsasən Qazaxstana və başqa Asiya dövlətlərinə göndərmə imkanı yaranır. Rusiyanın sanksiyaları Traseka nəqliyyat dəhlizi vasitəsilə yüklərin daşınmasında hansı yeniliklər yaradacaqdır? Yüklərin həcmi nə qədər arta bilər? Yəni, əgər biz təhlil etsək, bundan qabaqki illərdə, yəni normal vəziyyətdə təqribən Türkiyədən 200 min daşıyıcı Türkiyədən müxtəlif yükləri müxtəlif dövlətlərə aparırdı. Bunlardan cəmsi 30 mini hardasa, 30 min türk daşıyıcısı, türk tiri Azərbaycan arasından keçirdi. Yəni Türkiyə, Gürcüstan, Azərbaycan və Xəzər dənizi ilə o Asiya dövlətlərinə aparılırdı. Ancaq hardasa 170-200 minə yaxın daşıyıcı isə Rusiya ərazisindən istifadə edirdi. Əsasən Rusiyanın Qaradənizdəki Novorossiysk limanından gedirdi maşınlar və bunun üçün də Rusiya müvafiq şəraitlər yaratmışdı. Yəni, türk daşıyıcıları Rusiyaya vizasız getmə imkanları var idi və rüsumlar da çox yüksək səviyyədə deyildi. Və indi o imkanlar Türkiyə daşıyıcılarının əlindən alınır. Yəni, bu saat hal-hazırda maşınlar, türk maşınları Rusiya ərazisinə buraxılmır və 2016-cı ilin yanvarın 1-dən hətta Rusiya dövləti bir tərəfli viza rejimini təzədən tətbiq eləməyə hazırlaşır. Belə olan halda Türkiyə daşıyıcılar üçün yeganə əsas çıxış yolu qalır Traseka nəqliyyat dəhlizi ilə bu maşınları işlətmək və daşıları həyata keçirmək. Başqa bir yol da var, İran ərazisi ilə. Ancaq nəzərə alsaq ki, bu İranla Türkiyə arasında da münasibətlər çox da belə ilıq deyil hal-hazırda, siyasi münasibətlər və nəzərə alsaq ki, Traseka dəhlizi, yəni şimal-qərb dəhlizi, Azərbaycanın keçən şimal-qərb dəhlizi ən qısa dəhlizdir. Bu da yəni az vaxt ikisi deməkdir və nəzərə almaq lazım ki, deməli, əsas yük axınları türk daşıyıcılarla Azərbaycan arasından baş tutacaq və bunun üçün də Azərbaycan tərəfi müvafiq şəraitlər yaratmışdır. Bu sanksiyalar Azərbaycana hansı problemlər və perspektivlər vəd edir? Çünki Bakı, Tbilisi, Kars dəmir yolunun inşası gecikir. Yəni, Azərbaycan üçün də müəyyən dərəcədə problemlər yaranır. Çünki əgər yaxın qonşularda və müttəfiqlərdə, dost qonşularda, qardaş qonşularda əgər problemlər yaranıbsa, sözsüz bunun bir qismi də Azərbaycana təsir etməyə bilməz. O bir tərəfdən yük daşımaları arta bilər. Yəni, bunun bu müsbət tərəfi Azərbaycan üçün bu ola bilər ki, yəni yük daşımalar arta bilər. Bu da Azərbaycanın strateji bir xəttidir. Hələ Türkiyə-Rusiya arasında bu münasibətlər hələ yaranmadan əvvəl də, bir neçə ay əvvəl dövlət başçısı Prezident İlham Əliyev bir neçə sərəncam və qərarlar qəbul etmişdi. O sərəncamlara əsasən Azərbaycan dəmir yoluna müstəqillik və müvafiq imtiyazlar verilmiş ki, bu daşımalarda aktiv iştirak etsin və hətta Sənaye və İqtisadiyyat Nazirinin rəhbəri altında koordinasiya şurası yaradılmışdı. Həmin koordinasiya şurasında tariflər, gömrük prosedurlarının sadələşdirilməsi və müəyyən məsələlər baxılır və həll olunmaqdadır. Bununla əlaqədar Azərbaycanda, deməli, əgər bu axını tam Azərbaycan keçməsini əgər biz nəzərə alsaq, daşımalar, tranzit daşımalar 3-4 dəfə arta bilər. Əgər normal vəziyyətdə, yəni 30 min daşıyıcı Azərbaycandan keçən zaman bu daşımalardan dövlət və
qeyri-dövlət müəssisələri, yəni nəqliyyat şirkətləri ildə 300 milyona yaxın Amerika dolları, 300 milyona yaxın Amerika dolları səviyyəsində gəlir əldə edirlərsə, bu gəlirlər 4-5 dəfə qalxa bilər. Sözsüz mənfəət də arta bilər. Bəs infrastrukturlar necə? Hazırdırmı? Gömrük keçid məntəqələri, stayankalar, deyək ki, dayanacaqlar həmin maşınlar üçün, xidmətlər, yollar, limanlar. Avtomobil nəqliyyatına gəldikdə hazırlıqlar yüksək səviyyədə. Yəni yollar tikilib, inşa edilib, modern yollardır. Gömrük məntəqələrində yenə də modern texnika, texnologiyalar tətbiq edilib. Bir dayanacaq, bir pəncərə metodu tətbiq olunmaqdadır bir neçə ildir və ondan da başqa dövlət səviyyəsində müvafiq göstərişlər verilib ki, bu tranzitin artmasına əlaqədar gömrük sərhəd məntəqələrində həm daşıyıcılara rəftar, həm onları saxlamamaq məsələsi, həm həmin axını tez buraxmaq məsələsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Yəni bu barədə problem olmamalıdır. O ki, qaldı dəmir yolu daşımalarına və qeyd etmək lazımdır ki, Traseka nəqliyyat dəhlizində, yəni şərq-qərb nəqliyyat dəhlizində daşımaların çox payı dəmir yolunun üstünə düşür. Əgər təhlil etsək, 100% daşımalardan hardasa 50%-ə qədəri yalnız dəmir yolundan daşınır. Bununla əlaqədar da tikilməkdə olan və istismara verilməsi 2016-cı ildə gözlənilən Bakı-Tiflis-Kars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq. Yəni, bu dəmir yolu işə düşəndən sonra Çindən başlayaraq Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə əlavə yükləmə boşaltma yəni operasiyaları olmadan birbaşa yüklərin Çindən Avropaya daşımaq mümkün olacaq. Və bununla əlaqədar bir şey də qeyd etmək lazım. Bu da çox mühüm məsələdir. Hal-hazırda Bakının Ələt qəsəbəsində birinci mərhələsi istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Limanının da tam işə düşməsi yaxın illərdə gözlənilir və bu da həmin bu proseslərin həllində çox böyük töhfəsi olacaq. Türkiyə-Suriya sərhədi üzərində səmada baş verən hadisələr dünya liderlərinə münaqişənin nəzarətdən çıxa bilməsi ilə bağlı xəbərdarlıq kimi qiymətləndirilir. Suriyada vətəndaş müharibəsinin daha geniş miqyaslı münaqişəyə dönməsi ehtimalı bir zamanlar uzaq görünürdüsə, hazırda bunun baş verə bilməsinin mümkünlüyü ilə bağlı daha çox fikir söylənilir. Suriya-Türkiyə sərhədində Rusiya hərbi təyyarəsinin vurulması yaxın şərqdə gərginliyi artırdı. Serьезные сомнения в том, что это был непреднамеренный акт. Bizim bunun qəsdsiz olması ilə bağlı şübhələrimiz var. Bu öncədən təşkil olmuş provokasiyaya bənzəyir. Показывая видеоряд, заранее подготовленный, и многие другие свидетельства того, что все это было спланировано. Rusiya təyyarəsini vurduğu üçün Türkiyəyə qarşı müharibə başlatmağa niyyətli olmadığını deyir. Amma Rusiya Prezident Bəşər Əl-Əsəd rejimini müdafiə etdiyi üçün artıq Suriyada ciddi silah gücünə sahibdir. Türkiyə lideri isə geri çəkilməkdən imtina edir. Bu hadiseyi tırmandırmak gibi bir düşüncemiz kesinlikle bulunmamaktadır. Sadece kendi güvenliğimizi ve kardeşlerimizin hukukunu savunuyoruz. İşləri çətinləşdirən ərazidə həm Əsəd rejiminə, həm də İslam Dövləti qrupuna qarşı döyüşən bir çox üsyançının olmasıdır. Səhv qərar vermək riski var. ABŞ Rusiya ilə Rus və Amerika təyyarələrinin bir-birinin yolundan uzaq durmasını təmin etmək məqsədi ilə memorandum imzalayaraq bu riskləri azaltmağa çalışır. Amma yenə də təhlilçilər və keçmiş kəşfiyyat rəsmiləri bəzi məsələlərin riski artıracağını deyir. Məsələn, Rusiya prezidenti Vladimir Putinin Suriya böhranından necə yararlanacağı. Məncə Putin Rusiyanın Şərqi Avropa, Baltikyanı ölkələrə və hətta Qərbi Avropa üzərində belə dominantlığını bərpa etmək üçün mümkün olan hər şeyi edər. Amma Moskvada daha bir zərbə Suriyalı üsyançılardan gəlib. Onlar endirilmiş təyyarənin pilotunu xilas etmək üçün göndərilən Rusiya vertolyotunu vurduqlarını iddia edir. Bu, Moskvaya dərs olmalıdır ki, Suriyaya müdaxilə etməyin onların təxmin edə biləcəyindən də çox bədəlləri var. Hələ ki, əsas oyuncuların çoxu geniş miqyaslı münaqişənin başlama nöqtəsinə yaxın olduğunu anladıqları üçün Dicləyə çağırdılar. Vaşinqtondan Nəzir Göyzadə, Amerikanın səsi.
Suriya və İraqda ABŞ-ın başçılığı ilə koalisiya İslam dövləti qrupuna qarşı mübarizəni davam etdirdiyi zaman ekspertlər təşkilatın gələcəyi haqda müxtəlif ehtimallar irəli sürür. Terrorçu qrupun bu yaxınlarda Paris və Beyrutda hücumları əks terror rəsmilərinin fikrincə onun hələ də güclü olduğu haqda fikir irəli sürməyə əsas verir. Parisdə baş verən terror hücumlarının yarası hələ təzədir. Lakin qərbdə matəm tez bir zamanda yeni narahatlıqlar və təhlükəsizliyin gücləndirilməsi ilə əvəz oldu. Rəsmilər bunun yeni reallıq olduğunu deyir. Biz yeni başlamışıq. IŞİD problemi hələ davam edəcək. Hətta onların qərargahı xəlifəsi tutulsa və mərkəzləri dağılsa belə. Əks terror sahəsində rəsmilər inanır ki, İslam dövləti qrupunun həyata keçirdiyi Paris hücumları və Rusiya sərnişin təyyarəsinin Misirdə salınması onların möhkəm olduğunu göstərir. Lakin yavaş da olsa qrupun qüvvələri İraqda məğlub edilir. Biz həmçinin onların keçid məntəqələrində nəzarətçilərin sayının azalması kimi başqa şeylərin də şahidi olmuşuq. Bu da IŞİD ərazilərində işlərin o qədər də yaxşı getmədiyinə işarə ola bilər. Buna baxmayaraq, rəsmilər ABŞ-a qarşı hələlik ciddi təhdidə dair əsaslı dəlilin olmadığını desə də, Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Sabiq əks terror əməliyyatçısı Mubin Şeyx deyir ki, qorxunu İslam dövləti qrupunun opportunist və strateji xüsusiyyəti yaradır. IŞİD-in insanlara təlim verib öz ölkələrinə göndərmək və orada hücumlar təşkil etmək planı olub. Bu, strategiyanın dəyişməsi deyil. Bu, sadəcə o deməkdir ki, onlar dediklərini edib edəcəklər. ABŞ əks terror sahəsinin bir rəsmisinin Amerikanın səsinə bildirdiyinə görə, İslam dövləti qrupu xilafət elan etdiyi ərazilərin möhkəmləndirilməsi kimi əsas məqsədini dəyişərək bu yerlərdən çox uzaqlarda hücumlar həyata keçirə bilən dünyanın ən güclü cihadçı təşkilatına çevrilmək istiqamətində hərəkət edir. Vaşinqtondan Anar Fərəcov, Amerikanın səsi. Birləşmiş Ştatların Müdafiə naziri Ashton Carter İslam dövləti qrupuna qarşı mübarizənin genişləndirilməsi məqsədi ilə İraq və Suriya xüsusi təyinatlı qüvvələrin yerləşdiriləcəyini bildirib. Konqresin Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı danışan Carter deyib ki, hərbiçilər İraq hərbi qüvvələri və Kürd peşmərgə qüvvələrinə İslam dövləti qrupuna qarşı mübarizədə yardım edəcək. O deyib ki, ABŞ-ın xüsusi təyinatlı qüvvələri ölkədə İraq hökuməti ilə əməkdaşlıq əsasında yerləşdirilir. Paris hadisələrindən sonra bir çox respublikaçı qanunverici Obama administrasiyasının IŞİD-in məğlubiyyəti üçün lazımi tədbirlər görmədiyini bildirib. Müdafiə naziri Ash Carter Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində Pentagonun yeni səylərindən danışıb. İraq hökuməti ilə koordinasiyalı şəkildə İraq və Kürdlərin peşmərgə qüvvələrinə yardım məqsədi ilə xüsusi təyinatlı qüvvələr yerləşdiriləcək. Bu qüvvələr zamanla reydlər təşkil edəcək. Girovların azad edilməsi əməliyyatlarında iştirak etməklə yanaşı kəşfiyyat məlumatları toplayacaq. İslam dövləti liderlərini ələ keçirəcək. Qüvvələr Suriyada da eyni əməliyyatlarda iştirak edəcək. This force will also be in a position to conduct unilateral operations in Syria. Pentagon nə qədər əskəri qüvvənin göndəriləcəyinə dair açıqlama verməyib. Nümayəndələr Palatasının əksəriyyət üzvü Pentagonun planını alqışlayıb. Lakin Demokrat senator Adam Smith region ölkələrinin daha artıq iş görməsinin vacibliyini vurğulayıb. Bizim görəcəyimiz iş regionda vasitəçilik etməkdir. Xüsusilə IŞİD əleyhinə döyüşən sünnilərlə. Qərb qüvvələri IŞİDin təbliğatını gücləndirməklə yanaşı, sıralarına əlavə döyüşçülər cəlb edə bilər. Bu isə öz növbəsində qrupun məğlubiyyətini çətinləşdirər. Parisdəki iqlim samitində çıxış edən ABŞ dövlət başçısı Barack Obama dövlətlərin koalisiyasının IŞİD-i məğlub edə biləcəyini və Rusiya prezidenti Vladimir Putinin Suriyada siyasi dəyişikliyi dəstəkləyəcəyinə dair nikbinliyini bildirib. And I think Mr. Putin understands that with Afghanistan fresh in the memory. Düşünürəm ki, yaddaşlardan silinməyən Əfqanistanı nəzərə alaraq cənab Putin bunu başa düşür. İflis halına almış vətəndaş müharibəsi onun görmək istədiyi nəticə deyil. Is not the outcome that he's looking for. Bəzi qanunvericilər IŞİD-ə qarşı əməliyyatlara Konqresin sərəncam verməli olduğunu deyir.
IŞİD-in məğlubiyyəti Konqresin konstitusional cavabdehliyi ilə baş tutması yardımcı olmazmı? Müdafiə naziri Ash Carter deyir ki, bu həyatlarını ortaya qoyan qüvvələrə yardım edə bilər. Belə ki, onlar Konqres və bütöv dövlətin onların arxasında durduğunu bilməlidir. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi. Keçən ay Parisdə IŞİD tərəfindən həyata keçirilən terror hücumlarından sonra Avropada gömrük sərhəd nəzarətinin ləğv olunduğu Schengen zonasının gələcəyi şübhə altına alınıb. Bununla bağlı Avropa ölkələrinin nazirlərinin Brüsseldə keçirdiyi görüşdə təhlükəsizliyin artırılması yolları müzakirə edilib. Fransa və Belçikadan idarə olunan Paris hücumçuları Avropa boyu azad hərəkət edib. Avropanın 26 ölkəsinin daxil olduğu Schengen zonasında insanlar pasportsuz səyahət edə bilir. Bu, Avropa Birliyinin təməl daşı olsa da, təhlilçilər bunun problemlər yaradacağını deyib. Mən Schengenin sona çatdığını düşünmürəm. Lakin qarşıdan gələn bir neçə ay ərzində biz bu ölkələrin sərhədlərində təhlükəsizliyin müxtəlif aspektlərində gücləndirildiyini görəcəyik. Mənim fikrimcə, azad zonanın tamamilə ləğvi Avropa Birliyinin prinsiplərinə ziddir. Hollandiya çox sayda qaçqının sərhədlərini sənədsiz keçən Yunanistan və İtaliyanı çıxmaqla kiçik Schengen zonası yaradılmasını təklif edib. Lakin Almaniya belə bir planı rədd edib. Bizim siyasi məqsədimiz Schengen zonasını maksimum işlək vəziyyətdə saxlamaqdır. Söhbət IŞİD qruplaşmasının dəstəklədiyi Suriyalı döyüşçülərin giriş və çıxışının nəzarətini gücləndirməkdən gedir. Paris hücumlarının təşkilatçısı və artıq polis tərəfindən öldürülən Əbdülhəmid Əbaud sosial mediada Avropadan İslam dövlətinin ürəyi Suriyaya və geri rahat səyahət etdiyi ilə öyünürdü. Fransa Əbaudun səyahəti ilə bağlı məlumatın qeyd edilmədiyini deyib. O, yəqin ki, Fransaya Avropadan keçərək gəlirdi. Noyabrın 16-sı Paris hücumlarından sonra Avropaya daxil olmayan dövlətin kəşfiyyat idarəsi onun Yunanistanda olduğunu bildiyini deyib. Parisdə intiharçı hücumunu həyata keçirənlərdən biri Əhməd Əl-Məhəmmədin qaçqın kimi Suriyadan Türkiyəyə, oradan da Yunanistana keçdiyi deyilir. Schengen zonasına daxil olan Yunanistan kimi ölkələrdə milli qüvvələrlə yanaşı sərhədlərdə təhlükəsizliyi Avropa Birliyinin Frontex agentliyi də təmin edirdi. Lakin ölkədəki maliyyə böhranı bu sahəyə maliyyəni azaltmışdı. Yalnız bu il bu məbləğ 122 milyona qaldırılsa da, bunun da kifayət etmədiyi deyilir. Vaşinqtondan Nərminə Calalqızı, Amerikanın səsi. Vaşinqtondan Amerika İcmalı proqramında görüşümüz bununla sona çatır. Siz hər həftə efirə çıxan proqramlarımızı Amerikanın Səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan xidmətinin web saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı sizinlə xudafizləşirəm. Sağ olun, gəlin görüşərək.